Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində 26 sentyabr tarixidir və sentyabrın 27-sinə olan günün ənənəvi hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Belə ki, sabaha olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı və şimşək çaxacağı ehtimal edilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16 dərəcə, gündüz isə 16-19 dərəcə isti olacaq. Azərbaycanın bölgələrinə gəlincə, Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal edilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-16, gündüz isə 18-23 dərəcə isti olacaq. Dağlarda isə gecə 3-6, gündüz isə 6-9 dərəcə isti olacağı gözlənilir.